Hamıya salam. O bitməyən bezdirici qaşıntı. Bəzən gecə yuxudan oyadan, bəzənsə bütün gününüzü zəhər edən o his. Əgər bu dediklərim sizə tanış gəlirsə, doğru yerdəsiniz. Bugün biz təkcə dərinizdəki bir problemdən yox, milyonlarla insana təsir edən ekzemadan danışacağıq. Və ən əsası, bu qaşıntıya necə son qoya biləcəyimizi öyrənəcəyik. Bu sual sizə də tanış gəlirsə, bilin ki, bu mübarizədə heç də tək deyilsiniz. Bu sadəcə bir dəri quruluğu deyil, həyat keyfiyyətinə ciddi şəkildə təsir edən bir vəziyyətdir. Gəlin, bu kabusun səbəbini anlayaq və ondan xilas olmağın yollarını birlikdə kəşf edək. Hə, o qaşıntı həqiqətən də bitmir, elə deyilmi? Amma bu sadəcə bir dəri quruluğudur, yoxsa daha dərin bir məsələ var? Çox insan bu ikisini bir-biri ilə səhv salır. Gəlin bir aydınlıq gətirək, ekzemanı adi bir dəri problemindən fərqləndirən əsas cəhət nədir? Baxın, bu çox vacib bir məqamdır. Unutmayın, bu sizin günahınız deyil. Bu, adi bir quruluq yox, milyonlarla insanın yaşadığı real, tibbi bir vəziyyətdir. Problemin adını doğru qoymaq isə artıq həll yoluna atılan ilk addım deməkdir. Yaxşı, bəs ekzema özünü necə göstərir? Ən birincisi o dözülməz qaşıntıyla, xüsusilə də gecələr yuxunuza haram qatan o hisslə. Dərinizdə qızarmış, bəzən pul-pul olmuş, hətta çatlamış nahiyələr görürsünüzsə, bunlar əsas göstəricilərdir. Hətta olur ki, bəzən qaşımaqdan dəri qalınlaşır və sərtləşir. Əlamətləri tanıdıq. Bəs bu qaşıntı və qızartının pərdə arxasında, yəni dərimizin dərinliyində əslində nə baş verir? Gəlin, ekzemanın kökünə enək və elmin bu barədə bizə nə dediyini öyrənək. Tibbi dildə ekzemanın ən məşhur adı atopik dermatitdir. Bu biraz qəliz səslənə bilər, amma buradakı açar söz atopikdir. Bu, sadəcə o deməkdir ki, bədəniniz allergik reaksiyalara genetik olaraq daha meyillidir. Yəni, əgər ailənizdə astma və ya mövsümi allergiya kimi hallar varsa, bu sizin də ekzemaya niyə daha həssas olduğunuzu izah edə bilər. Gəlin, bu 3 mərhələni bir zəncirvari reaksiya kimi düşünək. Hər şey genetikadan başlayır. Dərinizin qoruyucu baryeri təbiətən biraz daha zəifdir. Bu zəif baryer nəmi içəridə saxlaya bilmir və allergen kimi yad cisimləri asanlıqla içəri buraxır. Bəs sonra nə olur? İmmun sisteminiz buna həddindən artıq kəskin reaksiya verir və o gördüyümüz qızartı və iltihabı yaradır. Yaxşı, bəs bu zəncirvari reaksiyanı nə başladır? Nə olur ki, dəri birdən-birə alovlanır? Bax, burada tetikləyicilər və ya triggerlər dövriyyəyə girir. Ekzema ilə yaşamağı öyrənmək əslində dərinizi qıcıqlandıran bu gizli düşmənləri tanımaq və onlardan yayınmaq sənətidir. Bu siyahı sizin üçün bir başlanğıc nöqtəsidir. Bir anlıq düşünün, sonuncu dəfə qaşıntınız nə vaxt şiddətləndi? Bəlkə yeni bir sabun istifadə etmişdiniz, yoxsa çox stresli bir həftə keçirmişdiniz. Öz dərinizin detektivi olmalısınız. Dərinizin sizə nə deməyə çalışdığına qulaq asmaq, vəziyyəti idarə etməyin əsas açarıdır. Yaxşı, səbəbləri və tetikləyiciləri anladıq. İndi isə ən vacib hissəyə gəldik. Nə etməliyik? Ümidsizliyə qapılmayın. Ekzemanın tam müalicəsi olmasa da, onu nəzarət altına almaq tamamilə mümkündür. Qarşınızdakı sizin fəaliyyət planınızdır. Bilirsiniz, bəzən ən böyük fərqi ən kiçik gündəlik vərdişlər yaradır. Məsələn, uzun və qaynar duşlar o an üçün çox xoş gələ bilər, amma əslində dərinizin dərin qoruyucu yağlarını yuyub aparır və onu daha da həssas edir. Bunun əvəzinə qısa, ilıq duşlar və pambıq kimi yumşaq parçalar dərinizin ən yaxın dostu olmalıdır. Əgər bütün bu izahdan zehninizdə yalnız bircə məsləhət qalacaqsa, xahiş edirəm bu olsun. Bu, ekzema ilə mübarizənin qızıl qaydasıdır. Duşdan çıxan kimi ilk 3 dəqiqə ərzində dəriniz hələ nəm ikən nəmləndiricinizi çəkin. Bu sadə hərəkət suyu dərinizin içində sanki həbs edir və gün boyu qurumasının qarşısını alır. Beləliklə, bütün strategiyanı bu 3 sadə sütun üzərində qura bilərik. Dərini qıcıqlandırmadan təmizləmək, onu davamlı olaraq nəmləndirmək və simptomları artıran səbəblərdən uzaq durmaq. Bu qədər sadədir, amma bir o qədər də effektivdir. 2. Sadəcə 2. Bu rəqəmi unutmayın. Gündə bir dəfə nəmləndirmək kifayət deyil. O zəifləmiş dəri baryerini güclü saxlamaq üçün dərinizi hər gün, səhər və axşam minimum 2 dəfə nəmləndirməlisiniz. Ekzema ilə mübarizədə ardıcıllıq, inanın ki, hər şey deməkdir. Baxın, bu fikir çox vacibdir. Çünki yanaşmanızı tamamilə dəyişə bilər. Ekzemaya çarəsiz bir problem kimi yox, idarə oluna bilən bir vəziyyət kimi baxın.
Düzgün qulluqla qaşıntının sizi idarə etməsinə son qoyub, nəzarəti öz əlinizə ala bilərsiniz. Bu, sizə böyük güc və ümid verməlidir. Və sonda bu sualla bitiririk. Dərinizin ehtiyaclarına həqiqətən qulaq asmağa hazırsınızmı? Bugün öyrəndikləriniz sadəcə məlumat deyil, dərinizlə yeni bir diyaloq qurmaq üçün bir fürsətdir. Onu dinləyin, ehtiyaclarını anlayın və ona lazım olan qayğını göstərin. Unutmayın, cavab elə dərinizin özündədir. Sağlam qalın.